Son mövzumuz vergi məcəlləsinə son əlavə və dəyişikliklər deyil. Bilirəm, biz öyrəşmişik ki, adətən vergi ilə bağlı sırf məcəlləki ən son dəyişikliklər nələrdir, bizim yeniliklər gözləyir, yox. Bizim panelimizin belə deyək, mövzusu bir balaca bütöv forumla da bağlanacaq. Nə baxımdan? Biz bugün vergi qanunvericiliyi ilə bağlı, vergi ilə bağlı, münasibətlərlə bağlı və ümumiyyətlə bəyannamələrlə də əlaqəli. Bugün nəyi daha yaxşı görmək istəyirik, nəyin dəyişmək istəyirik və dəyişib necə olmağını istəyirik. Bu mövzu ilə bağlı mən təqdim edəndə burada yox idilər bayaq. Kamran bəy və Elvin bəy. Buyurun, zəhmət olmasın. Salam yoldaşlar, xoş gördük hər birinizi, xoş gəlmişsiniz, dəyərli vaxtınızı ayırdığınız üçün. Biz bugün mövzumuzda daha çox bir müasib olaraq da elə, müasiblərin qarşılaşdığı praktik yönümlü çətinliklər üzərindən gedəcəyik. Hansı ki, mövzumuzun adı Azərbaycan Respublikasının vergi sistemində tətbiq olunan bəyannamələrin təkmilləşdirilməsi modellərindən danışacağıq. Əlbəttə ki, bu müzakirəyə açıq mövzudur. Biz forumun vaxtını, forumun prosedurunu nəzərə alaraq əsas kulminasiya nöqtəsi olan mövzulara toxunmuşuq. Əlbəttə ki, içimizdəki yoldaşların əksəriyyəti mühasiblərdir. O səbəbdən sizin də gördüyünüz hər hansı çətinliklərə, problemlərə təlim gedişatında ehtiyacımız olacaq. Ki, nəzərə alın ki, yekunda bu təqdimatı Radil müəllim başçılığı ilə biz Dövlət Vergi Xidmətinə yönləndirməyə çalışacağıq. Vaxt itirmədən keçək təlimimizə. Təlimin planı vergi bəyannamələrinin inkişaf tarixindən qısa olaraq keçəcək. Yəni, bugün istifadə elədiyimiz New York Access proqramında bəyannamə bugünə qədər hansı yolu keçib, onun üzərindən toxunacaq. Daha sonra vergi bəyannamələrinə bir sıra əlavə və tövsiyələri, hansı ki, bizim pəncərəmizdən baxanda daha yaxşı olması üçün nələr əlavə olunmalıdır. Ən əsas bəyannamələrimizdən biri, hansı ki, vaxtı gəlir satır, mənfəət vergi bəyannaməsinin dövriyyə qalıq cədvəli üzrə, yəni əlavə 1 üzrə əlavə və təkliflərin üzərindən gedəcək. Yekunda isə mühasiblərin qara məktubu deyək, kameral vergi yoxlaması üzrə daxil olan uyğunsuzluqlarda daha çox nələrin üzərindən toxuna bilərik, nə mühasiblərə daha çox təsir edir, daha çox çətinlik yaradır və bunu daha təkmilləşdirməsi üçün hansı tövsiyələr var, onun üzərindən baxacaq. İndi gəlin, vergi bəyannamələrinin tarixini qısa olaraq Elvin müəllim şərh eləsin. Xoş gördük yoldaşlar. Biz bugün inşallah deməli vergi bəyannamələrin bu günə kimi olan tarixindən bəhs edəcəyik. Əvvəlki dövrlərdə bilirsiniz ki, vergi bəyannamələri kağız daşlılar üzərindən təqdim olunurdu. İlk olaraq 2006-cı ildə avtomatlaşmış vergi sistemi yaradıldı. Sonraki dövrdə isə 2007-ci ildə İlk olaraq vergi bəyannamələri proqramı, yəni bəyannamə tərtibatı proqramı yaradıldı və bunun üzərindən vergi bəyannamələri təqdim olunma başladı. Sonraki dövrdə 2012-ci ildə artıq yəni ilk olaraq BTB-siz sadələşmiş vergi bəyannaməsi, yəni biz offline qaydada bəyannamə tərtibatı proqramına hazırladığımız yəni bəyannamələrin ilk olaraq elektron qaydada vergi sistemi üzərindən sadələşmiş vergi bəyannaməsi təqdim olunma başladı. 2013-cü ildən demək olar ki, əvvəl kağız üzərində bəzi bəyannamələr qalmışdı. 95% bəyannamə artıq elektron qaydada, yəni bəyannamə tərtibatı proqramı üzərindən verməyə başladı. Sonraki dövrdə isə 2019-cu ildən sadələşmiş vergi bəyannaməsi biz bilirik ki, e-taksi saytından təqdim olunurdu. Amma sonraki mərhələdə isə məcburi dövlət sosial sığorta və işçidən sığorta haqqı üzrə bəyannamə e-taksi saytından təqdim olunma başladı. 2025-ci ildən isə, keçən ilki dövrdən isə bütün bəyannamələr artıq e-taksi saytı üzərindən təqdim olunması mümkündür artıq. Gəlin, vaxt itirmədən vergi bəyannamələrində hansı tövsiyələrin üzərindən keçirik, hansı çatışmazlıqları biz görmüşük və onların necə olunmasını tövsiyə edirik, onun üzərindən gedək. İlkin bəyannaməmiz mühasiblərin hər ay toxunduğu əlavə dəyər vergi bəyannaməsidir. Bu bəyannamə üzrə bizim 2 tövsiyəmiz var yoldaşlar. Birinci tövsiyəmizin əsas hissəsi əlavə dəyər vergi bəyannaməsinin dəqiqləşdirilən dövriyyə hissəsində qeyd olunan məlumatlarla bağlıdır. Gəlin qısaca xatırlayaq. Dəqiqləşdirilən dövriyyənin məqsədi məğzi nədir? Bu istinad edir vergi məcəlləsinin 163-cü maddəsinə, hansı ki deyir ki, əgər ödəyici əvvəlki dövrlərdə hər hansı bir əməliyyatı
cari hesabat dövründə ləğv olmuşdursa, tam və ya qismən geri qaytarılmışdırsa, əməliyyat xarakterini dəyişdirilmişsə və s. səbəblərdən həmin əməliyyatın dəqiqləşdirilməsinə zərurət yaranarsa, bu zaman əməliyyatlarınızı qayıdıb köhnə dövrdə deyil, məhz cari əlavə dəyər verici bəyannaməsinin dəqiqləşdirilmiş dövriyyə hissəsində qeyd edərdiniz. Mühasiblər olaraq bu hissədə bizim qeyd edə biləcəyimiz yeganə data bugünkü gündə sadəcə rəqəmdir. Biz rəqəmimizi qeyd edirik və əlavə dəyər verici bəyannaməsi ilə bir yerdə izah edici məktub təqdim etməliyik. Hansı ki, bu məktubu təqdim etsək belə bizə kameral uyğunsuzluq məktubu daxil olur ki, siz dəqiqləşdirilən dövriyyə məbləğ qeyd eləsəz də, əlavə izah edici məktub təqdim etməmisiniz və ya düzgün formada təqdim etməmisiniz və s. Tövsiyəmiz nədən ibarətdir, yoldaşlar? Bu köhnə dövrlərin əməliyyatını cari hesabat dövründə dəyişməyi özündə əks elətdirir deyə, o səbəbdən dəqiqləşdirilən dövriyyədə mühasiblərə imkan yaradılmalıdır ki, sənəd yükləmə və qeyd hissələrini biz əlavə eləyək. Hansı ki, bu nəyə, ümumiyyətlə gəlin birinci bu problemi qeyd elədik. Bu problemin həll yolu nəyə gətirib çıxardacaq, nəyə həll eləyəcək? Birinci, Dövlət Vergi Xidməti tərəfindən baxsaq, əlavə resurs sərfiyyatını azaldacaq. İndiki cari proses necə gedir? Biz bəyannaməni təqdim edirik, Dövlət Vergi Xidməti uyğunsuzluq göndərir. Biz izah edici məktub və sənədləri həmin uyğunsuzluq üzərindən göndəririk. Bu isə ortalama gəlir 5 plus 10 iş gününə qədər müddət uzadır. Təklifimiz həmin hissədə, hansı ki artıq bütün bəyannamələrimiz New Access Qovazdadır, bu funksionallığı yaratmaq kifayət qədər rahatdır. Həmin hissədə sənəd yükləmə hissəsinin hansı ki ödəyici, hansı əməliyyatın ləğv olunduğunu, bunu hansı əsaslarla, məsələn, ödəniş geri qaytarılıbsa, ödəniş tapşırığının yüklənməsi, qaymə geri qaytarılıbsa, həmin qaymənin üzrə PDF-in yüklənməsi, o cümlədən mühasiblərə əməliyyatın xarakterini, çünki 163-cü maddə nə deyir? Əməliyyat xarakterini dəyişdikdə, dəyişilmiş xarakteri əsaslandırmağa, şərh verməyə imkan yaratmalıdırlar. Növbəti dəyişikliğimiz əlavə dəyər verici bəyannaməsində debitor borclarla bağlı, daha doğrusu tövsiyəmiz debitor borclar hissəsindədir. Onu Elvin mənim zəhmət olmasa da ətraflı şərh eləyərdik. Əlavə dəyər vergi bəyannaməsində bildiyimiz kimi debitor borclar hissəsində debitor borclar ümumi məbləğ qeyd olunur. Bu, yəni detallıca bir izah deyil əlbəttə ki, bu növbəti dövrlərdə bizim uyğunsuzluqların yaranmasına gətirib çıxara bilər. Bunun üçün tövsiyəmiz budur ki, həmin hissədə debitor borcların detallı izahına imkan yaradılsın. Bunun üçün, məsəl üçün, əlavə yerlər ayrılsın ki, Excel variantında biz debitor borclarımızın kimlərə ki, debitor borc kimisə bizə varsa, həmin hissənin Excel variantında bura yüklənməsi. Bu da həmçinin buna şərait yaradacaq ki, gələcəkdə biz hər hansı bir uyğunsuzluq yarandığı anda, həmin uyğunsuzluğun niyə görə yarandığını müşahidə edə bilək. Bu problemi aradan qaldıracaq. Ümumiyyətlə, bunu gəlin ki, pəncərədən baxaq. Birinci mühasib pəncərəsindən baxsaq, bu bizə hansı həll yolu təklif edir? Baxın, bazarda yoldaşlar, mühasiblər, müəssisələr dəyişə bilərlər, bir müəssisədən fərqli müəssisəyə keçə bilərlər. Bu zaman əlavə dəyər verici bəyannaməsində qarşılaşdığı mühasibin əsas çətinliyi bəyannamədə qeyd olunan debitor hissəsinin açıqlamasını tapa bilməməsi və ya özünün yığdığı debitorla bəyannamədəki debitorun üst-üstə düşməməsidir. İkinci bir nüans nədir, yoldaşlar? Biz debitorlarla bağlı ümumiyyətlə mənfəət verici bəyannaməsi təqdim olunana qədər debitor və kreditor borclarla bağlı ərizə təqdim edirik Dövlət Vergi Xidmətinə. Təqdim etməməyə görə müəyyən simvolik bir rəqəm sanksiyası var. Lakin bu ərizə bugünkü gündə nə dərəcədə effektlidir? Ümumiyyətlə, bu ərizəni boş formada təqdim etsək, mən görməmişəm prinsipcə, biz nə qədər maliyyə sanksiyasından qarşılaşa bilərik və ya praktikamda olan səyyar vergi yoxlaması üzərindən deyim ki, gələn səyyar vergi yoxlamaları bu ərizədəki debitorlara hansı dərəcədə istinad edirlər? O səbəbdən məcburi şərtdir ki, yoldaşlar, cari ədəbi bəyannaməsində ödəyici debitorları detallı şəkildə uçot aparmalıdır. Bu, ödəyici tərəfindən də debitorun çotunun, çünki yekunda artıq qalan debitorların silinməsi əlavə ƏDV öhdəliyinə səbəb olacaq və ya debitorun faktiki çotuna düzəldilməsi əlavə ƏDV öhdəliyinə səbəb olacaq. Digər tərəfdən isə yoldaşlar, bu Dövlət Vergi Xidmətində bilirik ki, onlar bizim ƏDV depozit hesabımızı, ƏDV öhdəliklərimizi ƏDV depozit hesabımıza mədaxillə bugünkü gündə 2025-ci il dəyişikliyində biz onu şərh elədik, 24 ya 25 idi, səhv eləməmsə. Artıq ƏDV öhdəliyimiz əsas və ya ƏDV üzərindən deyil. Hansından biri daxil oldu, ona görə tanımağımızı məcbur bildi. Lakin debitorlar üzrə müdaxiləmiz
yalnız və yalnız əsas məbləğ üzərindən olmalıdır. Ona görə də bugünkü gündə biz tutaq ki, bu ayda hesabat dövründə bizə ƏDV məbləği gəldi, amma əsas məbləği gəlmədisə, ödəyici ƏDV-yə görə ƏDV öhdəliyi tanıyır, amma debitor borcu silmir. Bu tipli çaşqınlıqların qarşısını almaq üçün ona görə artıq həmin qərar veriləndən dahi bu günə qədər ödəyici debitor borclarla bağlı uçotu da məhz onlayn formada aparmalı idi, hər ödəyici üzrə. Növbəti dəyişiklik təklif elədiyimiz bəyannamə, hansı ki, müəllim də toxundu, Anar müəllim də toxundu, muzlu və qeyri-muzlu işlə əlaqədar vahid bəyannamədir. 2026-cı ildə əmək məcəlləsi dəyişildi və əmək məcəlləsi dəyişiləndən sonra əlbəttə ki, işçinin xeyrinə dəyişildi. Biz bugünkü gündə qarşılaşdığımız vahid muzlu bəyannamə üzrə əsas çətinliyimiz nədir? Dövlət Vergi Xidmətinin inteqrasiya nəticəsində götürdüyü rəqəmlərlə bizim təqdim etdiyimiz rəqəmlər üst-üstə düşmür. Elə növbəti həftənin kameral uyğunsuzluq məktubu, vahid bəyannamə üzrə bütün ödəyicilərə demək olar ki, sirkulyar olaraq göndərilib. Sizin 4-cü rüb üzrə əmək haqqı təyinatında olan ödənişləriniz 4-cü rüb üzrə bəyan elədiyiniz gəlirlərlə üst-üstə düşmür. Ödənişlər daha artıqdır. Bunun da bir neçə səbəbləri var əlbəttə ki, gənc mühasiblər bu uyğunsuzluq görəndə biraz çaşqınlığa ola bilər. Bir neçə səbəbləri var. 3-cü rübün ödənişlərindən 4-cü rübə keçməsi, 3-cü rübdə əlavə mükafatlar olması və ya təkcə əmək haqqı təyinatında ödənilən ödənişlərin işçinin gəlirinin olmaması, məsələn, biz ezamiyyənin də əmək haqqı hissəsindən ödəyirik. Amma ezamiyyə vahid muzlu bəyannamədə qeyd etdiyimiz gəlir məlumatları içərisində deyil. Və ya biz işçiyə yemək xərci də ödəyə bilərik. İzahləyə bilirəm, vahiddə onun üçün xüsusi qeyd var. Bu səbəbdən biz nə təklif edirik? Vahid muzlu bəyannamədə biz işçilərlə bağlı işlədiyi günlər və onun qarşısında aldığı gəlirlər, o cümlədən işləmədiyi günləri qeyd edirik. Lakin artıq əmək sənədləşməsinin, məsələn, əmək haqqı hesablama cədvəlinin və ya işçilər ödənişli və ya ödənişsiz məzuniyyətdən istifadə edibsə, onunla bağlı təsdiq edici sənədlərin, yəni işləmədiyi günlərə uyğun təsdiq edici sənədlərin və ya biz oraya yazdığımız rəqəmin əsasını təsdiq edən sənədlərin, çünki vahid muzlu bəyannamədə artıq gəlir vergisi də 2026-cı ildə konversiyadan dövrədən girir. Əvvəl vahid muzlu bəyannamə üzrə uyğunsuzluqların çox olmamasının, yəni qərarların çox olmamasına baxmayaraq 2026-cı ildən artıq bura vergi münasibətində girməsi bu bəyannamə üzrə ödəyicilərdə kameral qərarlarının sayının artmasına deməkdir. Bu səbəbdən bu kimi, yəni gəlir vergisinin də artıq prioritet olduğu bir dövrdə bu kimi halların qarşısını almaq üçün vahid muzlu bəyannamədə mütləq ödəyici bəyannaməni təqdim edəndə öz təsdiq edici sənədlərini də təqdim etmə şansı yaratmalıdırlar. Yəni mənim əmək haqqı hesablama cədvəlim budur, mən işçini ödənişsiz məzuniyyətə göndərmişəm təsdiq edici sənədi budur və s. və ilə axır. Nəzərə alsaq ki, bu iri vergi ödəyicilərində kifayət qədər resurs, vaxt sərf olunacaq, amma bunun gələcəkdə hesablanacağı qərarı da nəzərə alaraq bu yola getmək zəruridir. Növbəti dəyişikliyimiz, təklifimiz ödəmə mənbəyindən gəlir vergi bəyannaməsi ilə bağlıdır. Elvin mənim zəhmət olmasa. Bildiyimiz kimi ödəmə mənbəyin vergi bəyannaməsində ancaq ödənilmişdir hissəsi aktivdir. Bizim təklifimiz budur ki, bizdə bilirsiniz ki, məsəl üçün elə bir xərcə ola bilər ki, onun dövr üzrə ödənişi olmasın, sonraki dövrlərdə ödənilsin. Bizim təklifimiz budur ki, həmin punktda, necə ki, ƏDV bəyannaməsində daxil olmuşdur, təqdim etmiş hissəsi aktivdir. Ödəmə mənbəyin vergi bəyannaməsinə belə bir hissə əlavə olunsun ki, yəni biz həmin xidməti almışıqsa, təqdim edilmişdir hissəsinə, ödəniş eləmişsə, ödənilmiş edilmişdir hissəsinə qeyd olunsun və bununla bağlı əlavə təsdiq edici sənədlərin yüklənməsi üçün bir imkan yaradılsın ki, həmin, məsəl üçün, təqdim edilibsə xidmət, həmin təsdiq edici sənədi həmin hissəyə əlavə edək və bu sübut olunsun ki, həqiqətən də xidmət təqdim olunub. Bu tövsiyəmizin də səbəbi yenə 2026-cı il vergi məcəlləsinə dəyişikliklə bağlıdır, yoldaşlar. Dəyişiklikdə bildiyiniz kimi icarə haqlarına da dəyişiklik olundu və deyildi ki, artıq icarə üzrə qaymələr qabaqcadan kəsilməli idi. Növbəti mənfəət vergi bəyannaməsinin əlavə biri, mühasiblərin ən yararlı yerlərindən biridir. Əlavə bir üzrə əsas tövsiyəmiz, birinci tövsiyəmiz, likvidliyin əlavə birdə nəzərə alınmasıdır, yoldaşlar. Yəni aktivlər üzrə uzun və qısa müddətli, öhdəliklər üzrə isə uzun və qısa müddətli öhdəliklər olaraq fərqləndirilməsi. Növbəti dəyişikliyimiz Elvin mənim zəhmət olunur. Növbəti hissədə mallar və hazır məhsulun maya dəyərlə olan bağlı hissədir. Bu beynəlxalq standartda bilirik ki, biz
Maye dərinin tərkibinə müxtəlif, yəni material alışından başqa müxtəlif digər xərclər də daxildir. Daşınmasıdır, gömrük rüsumlarıdır, filandır. İstehsalı maye dərinə material xərcləridir, əmək xərcləridir filan. Bunlar daxildir. Amma bizdə də biz vergi bəyannaməsində bunu görürük ki, yəni maye dərinin tərkibinə bu xərcləri daxil etdiyimiz zaman uyğunsuzluqlar gəlir və bizə deyilir ki, yəni siz bu qədər xərc mal almamısınız. Bunun həlli yolu biz təklif edirik ki, həmin hissə üçün əlavə bir maye dəyəri, hansı məhsulun hansı nə qədər maye dəyəri var, bunun təqdim olunması üçün bir hissə ayrılsın və ora əlavə edək ki, vergi də bilsin ki, hansı məhsulumuzun maye dəyəri nə qədərdir və ona görə nəzərə alsın. Növbəti aktivlər üzrə əlavə olunmalı sətirlər yoldaşlar. Hansı ki, mənfəət vergi bəyannaməsində bu sətirlər yer ayrılmayıb, ödəyici bunu digər aktivlər bölməsi ilə tənzimləməyə çalışır. Sürətli olaraq üzərindən keçək. Torpağın dəyəri hissəsinin ayrıca qeyd olunması, verilmiş avans. Alınmış avansla bağlı öhdəliklərdə qeyd olsa da aktivlərdə verilmiş avans yoxdur. Pul vəsaitləri, necə ki, kreditorlar xarici və yerli valyutaya bölünür, eləcə də pul vəsaiti üzrə qalıqlar xarici və yerli. Burada da məzənnə fərqinin nəzərə alınması xüsusi əhəmiyyət kəsb eləyir. O cümlədən verilmiş borcun və zərərin, hansı ki, digər aktivlər hissəsində qeyd etdiyimiz zərərin, ya aktivlərdə xüsusi hissə olaraq qeyd olunması, əvvəlkilərin bölüşdürməmiş zərəri, ya da passivdə mənfi kimi qeyd olunmasına şərait yaradılması. Əlbəttə ki, öhdəliklərdə də bəzi hissələr var ki, bunlar mövcud deyil. Bizim təklifimiz budur ki, bunlar əlavə olunsun. Burada alınmış borc və əmək öhdəlik və bölüşülmüş zərərin bayaqları Kamran müəllim vurğuladığı kimi mənfi kimi passivlərdə görsənməsini tövsiyə edirik. Növbəti, vergi bəyannamələrində kameral sonuncu mövzumuz kameral uyğunsuzluqların yaratdığı çətinliklər. Gördüyümüz ən vacib, ən əhəmiyyətli çətinliklərdən biri kassa, pərakəndə əməliyyatı olan müəssisələrdə nəzarət kassa aparatı ilə bağlı əməliyyatlara ödəyicinin birbaşa çıxışının olmaması. Hansı ki, hansı ödəyici çıxışdan gedir söhbət? Bilirik ki, nəzarət kassa aparatı üzrə əməliyyatlar müəyyən bir dövrdən sonra artıq inteqrasiya olunmuş kassa aparatlarına, hansı ki, token yaddaşla dövlət vergi xidmətinə birbaşa gedən kassa aparatına keçdik biz. Ödəyici dövlət vergi xidmətində aparılan inteqrasiya və ya sonradan bağlanılmış nəzarət kassa aparatı üzrə əməliyyatları birbaşa çıxışı olmur yoldaşlar. O səbəbdən bunu dövlət vergi xidmətinə ya məktub yazaraq mənim həmin dövr üçün kassa əməliyyatlarımın siyahısını istəyə bilərsiniz, ya da ki, əvvəlki kassa şirkətinə müraciət eləyərək kassa zet ala bilərsiniz. Hansı ki, bu məlumatlar dövlət vergi xidmətinə mütəmadi olaraq inteqrasiya olunur. Həmin inteqrasiya məlumatlarına müəssisənin özünün də çıxışının təmin olunmasını təklif edirik. Çünki yekunda dövlət vergi xidmətinin təqdim etdiyi nəzarət kassa aparatı məlumatları ilə ödəyicinin faktiki kassa məlumatları üst-üstə düşmür yoldaşlar. Sonuncu mövzumuz. Deməli, bizdə bu axırıncı hissədir. Deməli, məsələ nədir? Kameral yoxlama bəyannamələri, yəni hansısa vergi orqanı bizə kameral vergi yoxlama bəyannaməsi vurduğu zaman ikinci dəfə dəqiqləşmiş vergi bəyannaməsi təqdim etdikdə, əgər cari təqdim etdiyimiz bəyannamə ilə sonraki təqdim etdiyimiz bəyannamə arasında məbləğ fərqi varsa, bunun kameral yoxlama bəyannaməsinin qərarına üzərinə əlavə olunması məsələsidir. Təklifimiz bu nədir? Deməli, həmin ikinci dəfə dəqiqləşmiş bəyannamə göndərildikdə bu birbaşa təqdim olunan kimi görsənməsin, yoxlama statusunda yəni qalsın və həmin yoxlama statusu əgər təsdiq olandan sonra ya kameral bəyannamə ləğv olunub, yenisi əvəz olunsun, ya da ki, ümumiyyətlə qəbul olunmasın. Bu tövsiyəmiz budur. Bu da vergi ödəyicilərinin əslində problemlərlə üzləşməsinin qarşısını alacaq. Aydındır. Vaxt ayırdığınız üçün təşəkkür edirik yoldaşlar. Ümid edirəm hər biriniz üçün faydalı bir seminar oldu. Çox sağ olun.